Salam, hər vaxtınız xeyir uşaqlar. Bugün sizə trigonometrik funksiyaların 5-ci bölməsi olan çevirmə düsturlarının testlərini izah edəcəm. Birinci suala baxaq. Kosinus 225 dərəcə. 225 dərəcə 3-cü rübün bucağıdır. Biz bilirik ki, 0-dan 90-a 1-ci rüb, 90-dan 180-ə 2-ci rüb, 280-dən 270-ə 3-cü rüb, 270-dən 360-a 3-cü rüb. 3-cü rübün bucağıdır. 3-cü rübü biz kosinus 225'i yaza bilərik ya 180 üstə gələk 45 və yaxud da ki 270 çıxaq 45 fərqi yoxdur. 180 üstə gəl 45 yazsam məlum məsələdir ki biz demişik pidə və 2 pidə adlar qalır. Ad qalır. Pi böl 2 bir də 3 böl 2-də ad dəyişir. Ad dəyişir. Ad qalır, yəni nə deməkdir? Sinus, sinus, kosinus, kosinus, tangens, tangens, kotangens, kotangens olduğu kimi qalır. Amma kosinus ad dəyişir, sinus dəyişib, kosinus olur. Kosinus sinus olur. Tangens, kotangens, kotangens də tangens olur. İndi bizdə 180 dərəcə elə pi deməkdir. Pidə adlar qalır. Olur kosinus 45 dərəcə. Pi plus 3-cü rübdür. Kosinus 3-cü rübdə mənfidir. Biz həmişə ilkin funksiyanın işarəsinə baxırıq. O da olur mənfi kökdə 2 bölü 2. Bir də cavab Y variantı. Sonra ikinci suala baxaq. İkinci sualda sinus 330 dərəcə. Sinus 330 dərəcə 4-cü rübün bucağıdır. Ya biz bunu 360 çıxaq 30 yaza bilərik və ya 270 üstə gələk 60 yaza bilərik. Tutaq ki 270 plus 60 yazsam. Onsuz da 330 olur. 270 3 pi böl 2'dir. 3 pi böl 2'də biz dedik adlar dəyişir. Sinus adını dəyişib olur kosinus 60 dərəcə. 270 üstə gələk 60 3-cü rüb. 3-cü rübdə biz ilkin funksiyaya baxırıq. Sinusun işarəsi 3-cü rübdə mənfidir. O kosinus da 60'da oldu. Mənfi 2-də 1. 2-də cavab Y variantı. Üçüncü suala baxaq. Biz uşaqlar tangens 60 vuraq tangens 50, tangens 45 vur tangens 40 və tangens 30. Məlum məsələdir ki, kosinusla sinus tamamlayıcı bucaqlardır. Kosinus alfa ilə sinus alfa. Yəni bunlar tamamlayıcı bucaqlar. Tamamlayıcı bucaqlarda cəmi 90 dərəcəyə bərabər olan bucaqlardır. Yəni alfa plus beta cəmi 90 dərəcədirsə, məsələn deyirəm ki, kosinus 30 dərəcə, sinus 60 dərəcəyə bərabərdir. Və yaxud da tangeslə də kotanges. Tangens alfa ilə kotanges alfa tamamlayıcı bucaqlardır. Yəni desəm ki, tangens 40 dərəcə, deyirsiniz ki, kotangens 50 dərəcəyə bərabərdir. Cəmi 90 dərəcə olmalıdır. İndi biz burada tamamlayıcı bucaqlardan istifadə edəcəyik. Baxıram, tangens 60, tangens 60 dərəcə. Vuraq tangens 50 dərəcə. Tangens 45-də onsuz da 1 alır. Tangens 40 dərəcə mən yaza bilərəm. Kotangens 50 dərəcə. Çünki elə 40-ın tamamlayıcısı 50-dir. Bax, tangens 40-ı, kotangens 50 yazıram. Tangens 30 dərəcəni mən yaza bilərəm. Kotangens, tangens 30 dərəcəni yaza bilərəm. Tangens, deməli, tangens 30-u yazıram. Kotangens 60 dərəcə. Çünki 90-dan 30 çıxıram. Olur. Tangens alfa ilə kotangens alfanın hasili 1-ə bərabərdir. Tangens alfa düsturu ilə kotangens alfanın hasili deyirik ki 1'ə bərabərdir. Tangens 60, kotangens 60 oldu 1. Tangens 50 ilə kotangens 50 də bizə 1 verir. Tangensin kotangens hasili. Bir də burada bir dənə 1 var. Birlər bir-birinə vururuq. Cavab olur 1 A variantı. Dördüncü suala baxaq. Deməli, sinus kvadratı 17 dərəcə, üstə gələk sinus kvadratı 45 dərəcə, üstə gələk sinus kvadratı 73 dərəcə. Biz sinus kvadratı 73 dərəcənin yerinə kosinus kvadratı 17 dərəcə yaza bilərik. Çünki sinusun tamamlayıcısı kosinusdur. 90-dan 73 çıxanda 17 qalır. Bu da olur sinus kvadratı 17 üstə gələk kosinus kvadratı 17 plus sinus kvadratı 45 dərəcə. Sinus 45 dərəcədə kökdə 2 bölü 2 alır. Onu da kvadrata yüksəldirəm. Sinus kvadratı ilə kosinus kvadratının bucaqlar eyni olarsa cəmi 1'ə bərabərdir. Kökdə 2 bölü 2'nin də kvadratı 4'də 2 olur. O da 1 üstə gəl 2'də 1 cavab oldu 1 tam onda 5. 1 tam onda 5 A variantı. 5-ci suala baxaq. 5 də 12 kimidir. Baxırsınız uşaqlar, sinus kvadratı 15 ilə sinus kvadratı 75 tamamlayıcıdır. Yəni yazıram
Sinüs kvadratı 15. Sinüs kvadratı 75'in yerine yazıram. Kosinüs kvadratı 15. Üstə gələk. Sonra sinüs kvadratı 30 ilə sinüs kvadratı 30 ilə sinüs kvadratı 60 da tamamlayıcıdır. Bu olur sinüs kvadratı 30. Üstə gələk. Sinüs kvadratı 60'ın yerine yazıram. Kosinüs kvadratı 30. Plus ortada qaldı sinüs kvadratı 45. Sinüs də 45'i kökdə 2 bölü 2 alıb onu kvadrata yüksəldirəm. Sinüs kvadratından kosinüs kvadratının cəmi bizə 1 verdi. Bucaqlar eynidir. Sinüs kvadratından yenə kosinüs kvadratının cəmi bizə 1 verdi. Oldu 1 plus 1 kökdə 2 bölü 2'nin kvadratı 4'də 2. Bu da oldu 2 tam 2'də 1. Yəni 2 tam 10'da 5 A variantı. Sonra baxırıq 6-cı suala. Tangens 35 dərəcə bərabərdir A olarsa, kotangens 125 dərəcəni tapın. Kotangens 125 dərəcəni biz yaza bilərik. Kotangens 125 dərəcə ikinci rübün bucağıdır. 35 ilə əlaqələndirsək biz bunu yazarıq 90 plus 35. 90 35 125 olur. Deməli 90 pi bölü 2 deməkdir. Pi bölü 2'də də adlar dəyişir. Olur tangens 35 dərəcə. İkinci rübdə baxın tangens ilə kotangens 1'də 3'də müsbət, 2'də 4'də mənfidir. Tangens və kotangens alfalar. Bu da ikinci rübə düşdüyünə görə bunun qarşısına mənfi olur. Tangens 30'un qiyməti A'dır. O da olur mənfi A. B variantı. 7-ci suala baxaq. 7-ci sualda sinüs kvadratı, sinüs 25 dərəcə A'ya bərabər olarsa, kosinüs 245 dərəcənin A ilə ifadə edin. Kosinüs 245'i yenə yaza bilərəm. 270 çıxaq 25. 270'də biz dedik 270 3 pi bölü 2'dir. 3 pi bölü 2'də adlar dəyişir olur. Sinüs 25 dərəcə. 3 pi bölü 2 sinüs 25 dərəcədir və düşür uşaqlar 270 çıxaq. Sinüs harda kosinüsdür da bizim əsas funksiyamız. Kosinüs 1'də 4'də müsbətdir. Və bizim bucağımızda kosinüs 245'dir. 245'də 3-cü rübə düşür. Yəni 180 ilə 270 arasında. Ona görə də kosinüs həmin rübdə mənfidir. Cavab oldu mənfi A. Mənfi A C variantı. 8-ci suala baxaq. Kosinüs 136 üstə gəl alfa. Biz 136'nı 46 ilə əlaqələndirə bilərik. 90 üstə gəl 46 plus alfa yaza bilərəm. Aşağıda sinüs 46 plus alfa qalsın. 90 pi bölü 2'dir. Düzdür uşaqlar. Bax bu 46 plus alfaya ümumi bir alfa kimi baxıram. Ümumi bir bucaq kimi baxıram. Yəni bu funksiyanı elə bil, bu misalın alfası 46 plus alfadır. Biz də deyirik ki pi bölü 2'də adlar dəyişir. Kosinüs alfa olur. Sinüs alfa. Prosta alfa deyilində bizdə 46 üstə gəl alfadır. Məxrəcdə də oldu sinüs 46 plus alfa. Pi bölü 2 plus düşür neçənci rübə? Pi bölü 2 buradır. Pi bölü 2'nin üstə gələndə olur düşür ikinci rübə. İkinci rübdə kosinüsün işarəsi mənfidir. Ona görə qarşısına mənfi aldıram. Bunlar da ixtisar gedir qalır mənfi 1. 8-ci sualda mənfi 1 A variantı. 9-cu suala baxaq. Yenə sinüs 148. Sinüs 148'i yazıram 90 plus 58. Minus alfa. Niyə? Çünki məxrəcdə də kosinüs 58. Deməli 58 çıxaq alfa var. 58 minus alfa var. Yenə mən burada 58 minus alfaya bir ümumi bucaq kimi baxsam, biz deyərik ki, nə olur burada? Sinüs deməli bu pi bölü 2'dir. Buna da ümumi bir alfa kimi baxdıq. Burada da sinüs 90'da adlar dəyişir olur. Kosinüs bizim bucağımız 58 çıxaq alfadır. Bu da oldu kosinüs 58 çıxaq alfa. 90 üstə gələk biz dedik ikinci rübə düşür. İkinci rübdə sinüs əsas funksiyamız sinüsdür. Sinüsün işarəsi müsbətdir. Ona görə bunlar olduğu kimi qalır. Cavab oldu 1. 1'də də cavab A variantı. 9'da A. 10-cu suala baxaq. Kosinüs 222 dərəcə və sinüs 48 dərəcə. Bu kotangens 45 dərəcə məlumdur. Biz onu bilirik. 1 alır. İndi kosinüs 222 ilə sinüs 48'i eyniləşdiririk. Necə eyniləşdirə bilərəm? Kosinüs 222'ni yaza bilərəm. Kosinüs 270 çıxaq 48. 270'dən 48 çıxanda onsuz da 222 alınır. Bu da qalsın. Sinüs 48 dərəcə qalsın. Üstə gələk 2 vuraq kotangens 45 dərəcədə onsuz da 1 alır. Bərabərdir. 270'də biz dedik adlar dəyişir. Çünki 270 3 pi bölü 2 deməkdir.
3 pi bölü 2 adlar dəyişir demişik. Olur sinus 48 dərəcə. 3 pi bölü 2 yəni 270 çıxaq. 270-dən az. 180-dən çox. 225 dərəcə düşür 3-cü rübə. 3-cü rübdə kosinus mənfidir. Mənfi sinus 48 üstə gələk sinus 48 dərəcə plus 2. Bunlar da islah oldu. Bir mənfi, bir müsbət. Cavab qaldı 2. İndi 11-ci suala baxaq. Sinus 237-ni yaza bilərəm. Sinus 270 çıxaq 33. 237 alınır. Bu da oldu kosinus 33. Üstə gələk tangens 45-də 1 alır. Bu da 270-də adlar dəyişdi. Oldu kosinus 33 dərəcə. 270 çıxaq 3-cü rüb. 3-cü rübdə sinus mənfidir. Plus kosinus 33. Plus 1. Kosinus 33'lər islah oldu. 1 mənfi, 1 müsbət. Cavab qaldı 1. Baxaq 12-ci suala. Baxın uşaqlar, burada tamamlayıcıdır. Çünki kosinus 31'in tamamlayıcısı sinus 59'dur. Çünki biz dedik ki, baxın, kosinus 31. Kosinus 31'i biz yazsaq ki, kosinus məsələn 90 çıxaq 59. 90'da adlar dəyişdi, oldu sinus 59. Yəni elə kosinus 31 ilə sinus 59 bir-birinə bərabərdir. Ona görə bu 31 ilə sinus 59 gedir. Kosinus 32 ilə sinus 58, kosinus 39 ilə sinus 51. Bu şəkildə hamısı ixtisar gedəcək. Cavab qalacaq 1. A variantı. Cavab oldu 1. Sonra 13-cü sualda yenə tamamlayıcıdır. Burada da sinus 1 ilə kosinus 89, 2 ilə 88, 10 ilə sinus 80 sürətlə məxrəc ixtisar gedir. Cavab qalır 1. C variantı. Tamamlayıcıya görə yazırıq. Sonra baxaq 14-cü suala. 14-cü sualda uşaqlar kosinus mənfi 330. Biz bilirik ki, kosinus tək funksiya, cüt funksiyadır. Daha doğrusu mənfi x müsbət fx olur. Yəni kosinus mənfi nudur. Olur sürətdə kosinus 330 dərəcə. Məxrəcdə sinus tək funksiyadır. Tək funksiya necə olur? Mənfini qarşıya çıxardır. Onda da olur nə? Mənfi sinus 150 dərəcə. Kosinus 30'u biz yaza bilərik. Deməli 360 çıxaq 30. Onsuz da kosinus 330 edir. Sinus 150'ni də yaza bilərik. Sinus 180 çıxıq 30. 360 2 pidir. 2 pide adlar qalır. Olur mənfi kosinus 30. Baxın uşaqlar, bu mənfidir. Buraya yazdıq. 360 çıxaq, deməli 330 dərəcədə deyək. 330 dərəcə düşür 4-cü rübə, kosinus 4-cü rübdə müsbət yeni işarə olduğu kimi qalır. Sinus 180 çıxaq 30, sinus 180'də də adlar qalır, olur sinus 30 dərəcə. 180 çıxaq, yəni 150 dərəcə ikinci rübdə, sinus ikinci rübdə müsbətdir. Deməli oldu mənfi, kosinus 30 da alır, deməli nə? Kökdə 3 bölü 2. Sinus 30'da alır 2'də 1. Məxrəzdəki 2'lər eynidirsə, cavab qaldı mənfi kökdə 3. Y variantı. 15-ci suala baxaq. Kosinus 120 dərəcə. Kosinus cüt funksiyadır, mənfini uddu. Məxrəzdə də qaldı mənfi sinus 330 dərəcə. O da bərabərdir mənfi. Kosinus 120'ni yaza bilərik. 90 üstə gələk 30. Sinus 330 da yaza bilərik. Sinus 360 çıxaq 30. O da bərabərdir. Mənfi kosinus 90'da adlar dəyişir, olur sinus 30. 90 üstə gələk ikinci rüb. Yəni 120 dərəcə ikinci rübdədir. Kosinus ikinci rübdə mənfidir. Ona görə bunun qarşısına bir mənfi atıram. Sonra sinus 360 çıxaq 30. Sinus 360'da adlar qalır, olur sinus 30. 360 çıxaq, yəni 330 dərəcə məxrəcdə düşür 4-cü rübə. Sinus 4-cü rübdə mənfidir. Elə mənfilər bir-birinə parda, cavab qaldı mənfi 1. Çünki kəsirin qabağında bir mənfi də var idi. Doğru cavab oldu B variantı. 16-cı suala baxaq. İfadələrdən hansı mənfi tangens alfaya bərabərdir? Biz deyirik ki, 90'da adlar dəyişir. Məsələn, A variantına baxaq. Kotangens 90 üstə gələk alfa olur, tangens alfa. 90 üstə gələk pi bölü 2 plus alfa ikinci rübdür. İkinci rübdə kotangens ikinci rübdə mənfidir. Elə bu olur mənfi tangens alfa A variantı. Məsələn, B variantı niyə ola bilməz? Çünki ad dəyişir, tangens alfa olur, kotangens alfa. Bizə mənfi tangens alfa lazımdır. C də ola bilməz. Tangens dəyişib kotangens olur. D, kotangens alfa 180'də adlar qalır. Bu ilə kotangens alfa olur. Bizə tangens lazımdır.
Bu da kotangens alfa adı dəyişir olur tangens alfa. 90 çıxaq alfa birinci rübdə müsbət olur. Amma bizə mənfi tangens alfa lazımdır. 17-ci suala baxaq. Mənfi kosinus alfaya bərabərdir. Müsbət kosinus alfa. Müsbət kosinus alfaya bərabər olan elə burada Y variantıdır. Niyə? Çünki kosinus cüt funksiyadır. Mənfini udur. Elə cavab qalır kosinus alfa. Sonra baxaq 18-ci suala. 18-ci sualda yenə tamamlayıcıdır. Məsələn, tangens 1 vuraq. Tangens 89. Tangens 89 elə kotangens 1 deməkdir. Tangens 2 vuraq. Tangens 2 vuraq. Burada tangens 88, kotangens 2 deməkdir. Tamamlayıcı ilə. Bu tangesdən burada nöqtələrdə də yenə həmin qiymətlər alınır. Tangensin də kotangensi hasili 1-ə bərabərdir. Bunların ortasında elə bir ki, uşaqlar arasında 45 dərəcə var. Tangens 45 dərəcə. Tangens 45-in tamamlayıcısı kotangens 45-dir. O da yoxdur bunların içərisində. Elə tangens 45-də 1 olduğuna görə o da 1-ə bərabərdir. Cavab olur C variantı. 19-cu suala baxaq. Alfa və beta qonşu bucaqlardır. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Burada mən alfanı tapsam, 180-dən betanı çıxarıq. O da sinus alfa bərabərdir 3/1. Alfanın yerinə yazsam olur sinus 180 çıxaq beta bərabərdir 3/1. 180-də adlar qalır məlum məsələdir. 180 çıxaq düşür ikinci rübə. 180 burada. 180 çıxaq ikinci rüb. Sinus ikinci rübdə müsbətdir. Cavab elə 3/1 oldu. C variantı 19-da. Sonra 20-ci suala baxaq. 20 yenə oxşar sualdır. Alfa və beta qonşu bucaqlardır. Alfa plus beta 180 dərəcə. Buradan alfanı tapanda 180-dən çıxıram betanı. Bizə də kosinus alfa bərabərdir 4/1 verib. Onda mən yazaram kosinus 180 çıxaq beta 4/1-ə bərabərdir. 180 çıxaq ikinci rübdür. İkinci rübdə kosinus 180-də adlar qalır olur kosinus beta. 180 çıxaq ikinci rüb kosinus ikinci rübdə də mənfidir. Mənfi kosinus beta. Buradan kosinus betanın özünü tapsaq cavab olur mənfi 4/1 Y variantı. 21-ci suala baxaq. Kotangens alfa vuraq. Kotangens pi bölü 2 plus alfa. Pi bölü 2-də adlar dəyişir. Baxın burada. 90 üstə gələk ikinci rübdə ad dəyişir olur tangens alfa. Tangens alfa. Amma pi bölmə 2 üstə gələk alfa ikinci rübdə. İkinci rübdə də bunun işarəsi mənfidir. Qarşısına mənfi atıram cavab olur mənfi 1 Y variantı. 22-ci suala baxaq. Yenə tangens alfa vuraq. Bu tangens pi bölü 2 plus alfa. Pi bölü 2-də ad dəyişir olur mənfi kotangens alfa. Niyə? Çünki pi bölü 2-də ad dəyişir. Pi bölü 2 plus alfa ikinci rübdür. Tangens də ikinci rübdə mənfidir. Ona görə tangens də kotangensə vuranda mənfi 1 olur. Cavab oldu Y variantı. Sonra 23-cü suala baxaq. Deməli, kosinus 150 dərəcə çıxaq 5 vur sinus 300 dərəcə. Məxrəcdə də tangens 240 dərəcə. Bunları tək-tək sadələşdirək. Baxın uşaqlar. Kosinus 150-ni yaza bilərəm mən. 180 çıxaq 30. 150 olur, düzdür? Çıxaq 5 vuraq. Sinus 300 yaza bilərik. Sinus 360 çıxaq 60. Tangens 240-ı da yaza bilərik. 270 çıxaq 30. O da bərabərdir. 180-də ad qalır. Pidir. Pi çıxaq. 150 dərəcədə. 180 çıxaq 30 150 dərəcə olur. 150 dərəcə ikinci rübdür. Kosinus ikinci rübdə mənfidir. Bunun cavabı olur mənfi kosinus 30. Sonra 360 çıxaq 60. Yəni 300. Dördüncü rübdür. 360'da adlar qalır. Olur 5 sinus 60. 360 çıxaq 60. Yəni 300. 300 dördüncü rübə düşür. Dördüncü rübdə sinus mənfidir. Ona görə qarşının işarəsi dəyişir. 270 3 bölü 2 deməkdir. 3 bölü 2-də yəni 270'də adlar dəyişir. Tangens olur. Kotangens 30 dərəcə. Yəni 270 çıxaq 30 3-cü rübdə. 240 düşür 3-cü rübə. 3-cü rübdə də tangens müsbətdir. O da bərabərdir. Kosinus mənfi 30 dərəcə alır. Mənfi kökdə 3 bölü 2. Plus sinus 60 dərəcədə 5 vuraq kökdə 3 bölü 2. Kotangens 30'da da alır. Kökdə 3. Sadələşdirsək, burada böyükdən kiçiyə çıxırıq. Məxrəcdə qalır 2. 5 kökdə 3-ün kökdə 3 çıxanda 4 kökdə 3. Məxrəcdə də qaldı 3.
4 kökdə 3'ü 2'ye böldük, qaldı 2 kökdə 3 bölək kökdə 3. Kökdə 3'lər də getdi. Cavab oldu 2. 23'də doğru cavab B variantı. 24-cü suala baxaq. Kosinus 240, yenə yazıram, kosinus 240 yaza bilərik. 270 çıxaq 30, çıxaq 3 vuraq sinus 330. Sinus 330'u yaza bilərəm. 360 çıxaq 30. Məxrəcdə də kotangiz 225 dərəcə, onu da yaza bilərik. Kotangiz 270 çıxaq 45 bərabərdir. Kosinus 270 çıxaq 30. 270'də adlar dəyişir, olur sinus 30 dərəcə. 270 çıxaq 30, yəni 240 düşür 3-cü rübə. Kosinus 3-cü rübdə mənfidir. Ad dəyişsə də biz əvvəlki funksiyaya baxırıq. 3 vuraq 360 çıxaq 30. Adlar qalır, olur sinus 30. 360'da ad qalır. 360 çıxaq 30, yəni 330 dərəcə 4-cü rüb, sinus 4-cü rübdə mənfidir, işarə dəyişir. Kotangiz 270, 270 adlar dəyişir, olur tangiz 45 dərəcə. 270 çıxaq 45, yəni 225 dərəcə 3-cü rübün bucağıdır. Kotangizdən də tangiz 1-də 3-də müsbətdir. Ona görə işarəsi müsbət qalır. Sinus mənfi 30 olur mənfi 2-də 1. Üstə gələk 3 vur 2-də 1. Tangiz də 45'də 1 aldı. Bu da mənfi 2-də 1 ilə 2-də 3. Oldu 2'də 2, cevap oldu 1. 24'də 1, D variantı. 25-ci suala baxaq. 25-ci sualda 6 vuraq. Kotangiz 240. Kotangiz 240'ı yazıram. 270 çıxaq 30. Məxrəcdə də oldu nə? Kosinus 210. 210 da yazıram. 180 plus 30. Üstə gələk. Sinus 240'ı da yaza bilərik. 180 plus 60. Və yaxud da 270 çıxaq 30 da yaza bilərik. Fərqi yoxdur. Bu da oldu 6 vuraq. Kotangiz 270 çıxaq 30. 240 3-cü rübdür, müsbətli, işarə müsbət qalır. Amma ad dəyişir, olur tangens 30. Kosinus 180 üstə gəl 30. Yəni 210. 210 3-cü rübə. 3-cü rübdə kosinus mənfidir. 180'də adlar qalır, olur kosinus 30. Üstə gələk sinus deməli 25, bu 180 üstə gələk 60'dır. 240 lazımdır bizə. O da oldu 180'də ad qaldı. 180 üstə gələk, yəni 60, 240, o da 3-cü rübə. Sinus 3-cü rübdə, sinusun işarəsi 3-cü rübdə mənfidir. Ona görə olur mənfi sinus 60. O da bərabərdir. 6 vuraq tangens 30'da kök 3 bölü 3. Kosinus 30'da mənfi kök 3 bölü 2. Sinus 60'da kök 3 bölü 2. Sürətdə 3 ilə 6 ixtisar getdi, qaldı 2 vur kök 3. Burada da məxrəcdə mənfi 2 qaldı. Sürətdə oldu 2 kök 3. 2'lər də getdi. Qaldı mənfi 2 kök 3 böl kök 3. Kök 3'lər də getdi. Mənfi 2. 25'də cavab mənfi 2, D variantı. 26-cı suala baxaq. 3 vuraq. Deməli, tangens 330 dərəcə. Yazıram tangens 360 çıxaq 30. Yaza bilərik. Sonra sinus 120'ni yaza bilərik. 180 çıx 60. Üstə gələk kosinus 330 da yaza bilərik. 360 çıx 30. O da bərabərdir. 3 vuraq. Tangens 360 2 pidir. 2 pidə adlar qalır, olur tangens 30 dərəcə. 360 çıxaq 30, yəni 330 dərəcə 4-cü rüb. 4-cü rübdə tangens mənfidir. Sinus 180 çıx 60 2-ci rübdür. 2-ci rübdə sinus müsbət. Ad da 180'ə görə qalır 60 dərəcə. 360 çıxaq 30 4-cü rüb. Kosinus da 4-cü rübdə müsbətdir. 360'da da adlar qalır, olur kosinus 30 dərəcə. O da bərabərdir. Sürətdə mənfi 3. Tangens 30'da kök 3 bölü 3. Sinus 60'da kök 3 bölü 2. Kosinus 30'da kök 3 bölü 2. Sürətdə 3'lər getdi, qaldı mənfi kök 3. Məxrəc də ortaq məxrəc yerində olur 2 kök 3. Sürətdə qaldı mənfi kök 3. Bunlar da getdi, qaldı kök 3. Cavab oldu mənfi 1. 26'da D variantı. 27-ci suala baxaq. Kosinus pi bölü 2 çıxaq alfa. Üstə gəl sinus pi çıxaq alfa ifadəsinin qiymətini tapın. Alfa mənfi pi bölü 6 olduqda. Birinci sadələşdirək, sonra yerinə yazarıq. Baxın burada kosinus pi bölü 2 çıx alfa. Pi bölü 2'də adlar dəyişir. Deməli, pi bölü 2'də ad dəyişir, olur. Ad dəyişir. Adı dəyişir, olur nə? Sinus alfa. Pi bölü 2 çıx birinci rübdür. Birinci rübdə müsbət tamısı. Sonra sinus bu nədir? Bura düşür. Bir də bu silək. Aha, sonra sinus pi çıxaq alfa. Pi'də də adlar qalır. Pi çıxaq alfa ikinci rüb. Bu da oldu sinus alfa. Bunlar toplayanda oldu 2 vuraq sinus alfa.
O da bərabərdir 2 vuraq sinus mənfi pi bölmə 6. O da 2 vuraq sinus mənfi pi bölü 6 ilə mənfi 2-də 1-ə bərabərdir. Doğru cavab oldu mənfi 1 C variantı 27-də. Sonra 28-ə baxaq. 28 də oxşar sualdır. Deməli, alfa pi bölü 3 olduqda kosinus pi bölü 2 plus alfa üstə gəl sinus mənfi alfanı hesablayın. Pi bölü 2 plus alfa ikinci rübdür. İkinci rübdə kosinusun işarəsi mənfidir oldu. Mənfi sinus alfa adda dəyişdi. Və sinus mənfi alfa tək funksiya olduğuna görə sinus da mənfini qarşıya keçirdir. Oldu cavab mənfi 2 sinus alfa. O da mənfi 2 sinus alfa pi bölü 3'dür. O da mənfi 2 vuraq. Sinus pi bölmə 3 60 dərəcədə alır kökdə 3 bölü 2. İxtisar getdi. Mənfi kökdə 3. C variantı 28. 29-cu suala baxaq. Yenə kosinus pi çıx alfa çıxaq. Kosinus mənfi alfa ifadəsinin qiymətini tapın. Kosinus pi adlar qalır. Kosinus alfa. Pi çıx ikinci rüb. İkinci rüb də kosinus müsbətdir. Çıxaq kosinus mənfi alfa. Kosinus da mənfini udur olur. Kosinus alfa çıxaq kosinus alfa. Pi çıx ikinci rübdə kosinus mənfidir. Qarşına mənfi atıram da. 29-cu suala baxaq. Alfa bərabərdir pi bölü 4 olduqda kosinus pi çıx alfa. Pi'də adlar qalır. Pi çıxaq ikinci rüb olur mənfi kosinus alfa. Çıxaq. Bu kosinus mənfini udur. Çünki kosinus cüt funksiyadır. Olur mənfi kosinus alfa. Bunun cavabı oldu mənfi 2 vuraq kosinus alfa. Kosinus alfa da pi bölü 4'dür. Mənfi 2 vuraq kosinus pi bölü 4. Kosinus pi bölü 4 45 dərəcə. 45'də kök 2 bölü 2 alır. Bunlar da ixtisar getdi. Mənfi kök 2 alındı. Y variantı 29. Sonra baxaq 30-cu suala. 30'da özü verib tangens 270 plus alfa. Biz bilirik ki 270 plus alfa 4-cü rübdür. Tangens 4-cü rübdə mənfidir. Və 270'də adlar dəyişir olur. Kotangens alfa. Sonra 180 üstə gələk alfa. 180'də ad qalır sinus alfa. 180 plus 3-cü rübdür. Sinus 3-cü rübdə mənfidir. Mənfiyə vuranda müsbət oldu. Kotangesi biz bilirik ki kosinus alfa bölək sinus alfa nisbətinə bərabərdir. Bu da sinus alfaya vuranda cavab oldu elə kosinus alfa Y variantı. 31-ci suala baxaq. 270 plus alfa. 270'də adlar dəyişir. Olur tangens alfa. 270 üstə gələk alfa 4-cü rüb. Kotangens 4-cü rübdən mənfidir. Sonra kosinus 180 plus alfa. 180 plus alfa 3-cü rübdür. Kosinus 3-cü rübdən mənfidir. 180'də adlar qalır. Olur mənfi kosinus alfa. Mənfilər bir-birini müsbət edir. Tangens sinusun kosinusa nisbətidir. Bunu da kosinus alfaya vuranda bunlar da ixtisar gedir. Cavab qalır sinus alfa D variantı. 32-ci suala baxaq. Tangens 23. Tangens 23 dərəcə vuraq. Tangens 67'ni mən yaza bilərəm. Kotangens 23. Çünki tangesin tamamlayıcısı kotangensdir. 90'dan 67 çıxanda 23 qalır. Tangesində kotangesə hasili bucaqlar eynidirsə 1'ə bərabərdir. Bucaq müxtəlif olanda 1 olmur, eyni olmalıdır. 33'ə baxaq. Bu tangens 35 olduğu kimi saxlayaq. Üstə gələk kotangens 125. Kotangens 125'i yaza bilərəm. Kotangens 90 üstə gəl 35 dərəcə. Bu da oldu tangens 35. Üstə gələk kotangesdə ad dəyişir olur. Tangens 35. 90 üstə gələk 135. Yəni 125 dərəcə ikinci rübə düşür. Kotangesdə ikinci rübdə mənfidir. Tangens 35 çıxaq. Tangens 35. Cavab oldu 0 C variantı. 34-cü suala baxaq. Sinus 65 dərəcə üstə gələk. Kosinus 155'i yaza bilərəm. Kosinus 90 üstə gələk 65 dərəcə. Məqsədim bucaqları eyniləşdirməkdir. Bu da sinus 65 dərəcə. Üstə gələk 90'da ad dəyişir olur. Sinus 65 dərəcə. Bu da 90 üstə gələk 65 yəni ikinci rübə düşür. İkinci rübdə də kosinusun işarəsi mənfidir. Sinus 65'dən sinus 65 çıxanda 0 B variantı. 35-ci suala baxaq. Sinus 23 dərəcə. Kosinus 67'ni biz yaza bilərik tamamlayıcı ilə. Sinus 23. Çünki 90'dan 67 çıxanda 23 qalır. Kosinusun tamamlayıcısı sinusdur. Bunları da bir-birinə böləndə cavab olur 1 A variantı. Sonra 36-cı suala baxaq. Kotangens 3 pi bölü 2 çıxaq. Alfa üstə gələk kotangens alfa bərabərdir 5 olarsa tangens kvadrat üstə gələk kotangens kvadrat alfanı tapın.
Biz deməli uşaqlar kotangiz deyirik ki 3/2 çıxaq alfa. 3/2 çıxaq alfa 3-cü rübdür. Kotangiz də 3-cü rübdə müsbətdir. Amma 3/2-yə görə adlar dəyişir. Olur tangens alfa. Tangens alfa üstə gələk kotangens alfa bərabərdir 5. Bizdən kvadratları cəmini soruşur. Gəlin onda biz elə bunu kvadrata yüksəldək. Bərabərdir 25. Bunu da düstura görə atsam tangens kvadrat alfa üstə gələk. 2 tangens alfa kotangens alfa a üstə gəl b-nin xaricdən kvadratına görə atıram. Üstə gələk kotangens kvadrat alfa bərabərdir 25. Tangensin kotangens hasili 1-dir. Qaldı tangens kvadratı alfa üstə gələk kotangens kvadrat alfa bərabərdir 25 çıx 2. Çünki bu 1 olur. O da 1 də 2-yə vuranda 2 qalır. Deməli tangens kvadrat alfa üstə gələk kotangens kvadrat alfanın cavabı oldu 23. D variantı. Bunu belə də yazmaq olar. Baxın 37-ni belə yazacağım. 3/2 plus alfa. Bu düşür 4-cü rübə olur mənfi tangens alfa. Üstə gələk kotangens alfa bərabərdir 5. Bunu mənfiyə vurub işarəni dəyişə də bilərəm. Tangens alfa çıxaq kotangens alfa bərabərdir mənfi 5. Bizdən kvadratları cəmini soruşur. 36-cı sualdakı kimi, 36-dakı kimi kvadratı da yüksəldə bilərəm. Amma belə də yaza bilərəm. Məsələn, tangens kvadratı alfa üstə gələk kotangens kvadratı alfanı yaza bilərəm. Baxın, a kvadrat üstə gələk b kvadratın düsturu var. A minus b-nin kvadratı plus 2ab. Əlavə düstur var. A minus b-nin kvadratı plus 2ab. Bu düstura uyğun açaram. Yəni yazaram tangens alfa çıxaq kotangens alfanın kvadratı plus 2 vuraq tangens alfa kotangens alfa. Bu cürə də yaza bilərəm. Tangeslə kotangesin fərqi mənfi 5-dir. Mənfi 5-in kvadratının üstündən 2 vur 1 gəlirəm. O da 25 üstə gəl 2. Cavab oldu 27. Kimə hansı üsul rahatçı ondan istifadə edə bilər? 36-ın 37-də. Son nəticələr eyni alınır. 38-ə baxaq. Pi/2 kiçikdir alfa, o da kiçikdir 3/2. Yəni alfa 90 ilə 270 arasında bir bucaqdır. Sinus alfa bərabərdir 0-a. Sinus alfa 0 olarsa tangens pi/6 plus alfanı tapın. Baxın. 90-dan 270-ə qədər sinus 0-ı bir də 180-də alır. Yəni alfa piyə bərabərdir. Alfa piyə bərabərsə mən yaza bilərəm tangens pi/6 plus pi alfanın yerinə. Bunu da belə yazsaq tangens pi plus pi/6. Biz də bilirik pi də adlar qalır olur tangens pi/6. Pi plus yəni 180 üstə gəlir 30 olur 3-cü rüb. 3-cü rübdə tangensin işarəsi müsbətdir. Cavab oldu tangens pi/6. Tangens pi/6 kökdə 3/3 alır. Cavabı verə də verə bilər. 1/kök3 də verə bilər. Eyni ifadədə bu onun irrasionalın azad olmuş formasıdır. 1/kök3 C variantı. 39-cu suala baxaq. Tangens x bərabərdir kök3. Tangens kök3'ü alır 60 dərəcədə. 0-dan 90-a qədər. Bizə deyir ki, sinus x plus 90-ı tapın. Yəni 90 üstə gəl 60 dərəcəni yazın. 90 pi/2-dir. Pi/2-də ad dəyişir olur. Kosinus 60 dərəcə. 90 üstə gəl 2-ci rüb, sinus 2-ci rübdə müsbətdir. Cavab oldu 2-də 1 C variantı 39. Sonra 40-a baxaq. Tangens kök3/3. Tangens kök3/3-də alır 30 dərəcə. Onu da yazıram kosinus 90 üstə gəl 30 dərəcə. 90-da da adlar dəyişir olur. Sinus 30 dərəcə. 90 üstə gəl 30 ikinci rüb. Kosinus ikinci rübdə mənfidir. Ona görə qarşıda mənfi atıram. O da oldu. Mənfi 2-də 1 Y variantı 40-da Y. 41-ci suala baxaq. Deməli 41-də tangens 10 dərəcə bərabərdir A olarsa tangens 80 vuraq kotangens 10'u tapın. Tangens 80 elə kotangens 10 deməkdir tamamlayıcı. Bu da kotangens 10. Kotangens də kotangensə vuranda oldu. Kotangens kvadratı 10. Bizə tangensin qiyməti lazımdır. Biz bilirik ki tangens kotangensin tərsidir. Tangens 10 a'ya bərabərdirsə kotangens 10 dərəcə a'da 1'dir. Bizə də bunun kvadratı lazımdır. Onda a kvadratında 1 olur. Cavab oldu Y variantı 41'də. 42-ci suala baxaq. Deməli tangens 25
bərabərdir B olarsa, tangens 65. Tangens 65 vuraq kotangens 25'i tapın. Tangens 65'i yerine yaza bilərəm. Kotangens 25. Çünki 90'dan 65 çıxanda 25 qalır. Bu kotangens 25 olduğu için qaldı. Kotangens de kotangensə vuranda oldu. Kotangens kvadratı 25. Tangens 25 B'dirsə, kotangens 25 B'də 1'dir. Bu da kvadratı diye B kvadratında 1 olur. Çünki tangeslə kotangens bir-birinin tərsidir. Doğru cevap oldu. C variantı 42'də C. 43-cü suala baxaq. A bərabərdir sinus 20 dərəcə birinci rübdür. B bərabərdir kosinus 75 dərəcə, o da olur sinus 15 dərəcə. Çünki kosinus 75'in tamamlayıcısı sinus 15'dir. C bərabərdir tangens 200. Mən tangens 200'ü belə yaza bilərəm uşaqlar. Tangens 180 plus 20. 180'də ad qalır, olur tangens 20. 180 üstə gələk ikinci rübdür. İkinci rübdə də tangens 180 üstə gəl 3-cü rübdə. 3-cü rübdə tangens müsbətdir. Biz bilirik ki A B'dən böyükdür. Niyə? Çünki sinus 20 ilə sinus 15 birinci rübə düşür. Birinci rübdə sinus artan funksiyadır. Sinus 1'də 4'də artan, 2'də 3'də azalandı. Mənfi müsbətlə demirəm. Artma azalma aralıqlarına görə müəyyən edirik. Deməli, ona görə sinusun böyük dərəcə, birinci rübdə artan funksiya olduğuna görə böyük dərəcənin qiyməti böyük olur, kiçik dərəcənin qiyməti də kiçik olur. Yəni A B'dən böyük olur. Gəlin tangensi müqayisə edək. Tangens görə necə yazırıq? Bir dənə vahid çevrə çəkək. Radiusu 1'ə bərabər olan çevrə çəkirəm. Tutaq ki, bu x-dir, bu da y-dir. Radiusu 1'ə bərabər olan çevrə çəkdim. Baxın, bura bir x desəm, bura bir y deyim, tutaq ki. Bura olsun 20 dərəcə. Baxın, deyirəm A bərabərdir sinus 20. Sinus 20 dərəcə qarşı katetin hipotenuza nisbətidir. Y-in 1'ə nisbətidir. Bir də C bərabərdir tangens 20. Tangens 20 qarşı katetin bitişə nisbətidir. Y-in x-ə nisbətidir. İndi biz deyirik ki, sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan kəsir böyükdür. Mən də baxıram ki, birinci kəsirin məxrəci 1'dir, ikinci kəsirin məxrəci x-dir. X 1'dən kiçikdir. Çünki x burada katetdir, 1 hipotenuzdur. Katet həmişə hipotenuzdan kiçik olur. Ona görə x-in qiyməti y-dən kiçikdir. 1'dən kiçikdir daha doğrusu. X-in qiyməti 1'dən kiçik olduğuna görə sürətləri bərabər olan kəsirlərdən məxrəci kiçik olan kəsir daha böyükdür. Deməli, tangens 20 dərəcə ən böyükdür. C böyükdür A-dan. Biz də deyirik ki, A da B-dən böyükdür. Ona görə burada oldu cavab D variantı. Sonra baxaq 43-cü suala. Yox, 43-cü dedim. 44-cü suala. 44-cü sualda baxın uşaqlar, belə bir qayda var. Biz deyirik ki, sinusla kosinusda bucaq 360'dan böyük olarsa, bucaqları 360'a bölüb qalan qalğı yazırıq. Tangenslə kotangensdə bucaq 360'dan böyük olarsa, deməli 180'ə bölüb qalan qalğı yazırıq. Deməli, sinus 750 dərəcə. Sinus və kosinusda 360'a bölürdüm. 750'ni 360'a bölsək, 2 dəfə 720 qalır 30. Yəni sinus 750 elə sinus 30 dərəcəyə bərabərdir. Sonra kotangens 945. Kotangens 945. 945. Bunu 180'ə bölürük. 945'i bölürük 180'ə. Bu da 5 dəfə olsa 0, 40, 0 yazaq. 4 yadda, bu da 900. Aha, qaldı 45. Onda bu da oldu kotangens 45 dərəcə. Sonra kosinus 1140. 1140'ı da deməli 1140'ı da bölürük biz kosinusda 360'a. O da düşür. Deməli 3 dəfə oldu 0, 8 yazaq. Bir yadda 9, 10. 1040'dan da 80 çıxanda qaldı 60. Bu da oldu kosinus 60 dərəcə. Bir də burada var mənfi tangens 495. 495'i tangesdə 180'ə bölürük. O da 2 dəfə 360, 5, 3, 135. Bu da oldu mənfi deməli tangens 495 bərabərdir mənfi tangens 135'ə. İndi aldığı qiymətləri tapaq, ümumi cəmini hesablayaq. Misalımızda birinci
Nə? Sinus 750. Sinus 750 sinus 30'a bərabərdir. Aldı 2'də 1. Üstə gələk. Kotangens 45'də 1'ə bərabərdir. Çünki 945 elə kotangens 45 deməkdir. Plus kosinus 1140. Bu da kosinus 60 dərəcə. O da 2'də 1 aldı. Bir dən qaldı burada mənfi tangens 135. 135 bunu da belə yaza bilərəm. Mənfi tangens 90 üstə gəl 45 yazaram 135'i. 90 üstə gəldi adlar dəyişər olar mənfi kotangens 45. Bu da ikinci rübdür mənfi müsbət olar. Cavab olar 1. Yəni tangens 135 dərəcə mənfi 1 alır. Xaricdə bir mənfi 1 var. O da müsbət 1 oldu. Bunun da cavabı oldu 2'də 1 ilə 2'də 1 bizə 1 verdi. 1 plus 1 plus 1 cavab oldu 3. Y variantı. 45-ci suala baxaq. Deməli, tangens kvadratı 10. Tangens kvadratı 10 dərəcə. Mötərizənin içində ortaq məxrəcidir. Ortaq məxrəc etməmişdən qabaq bu kosinus kvadratı 80 mən yaza bilərəm. Sinus kvadratı 10. Tangensin eyniləşsin dərəcələri. Bu da oldu. Tangesi yaza bilərik. Sinus kvadratı 10 dərəcə bölək. Kosinus kvadratı 10 dərəcə. Vuraq. Mötərizənin içində ortaq məxrəc etsək olur. Sinus kvadratı 10 dərəcə. Bu məxrəcinə 1 yazıb çarpaz vursam 1 çıxaq sinus kvadratı 10 dərəcə olur. Sinus kvadratı 10'lar gedir. 1 çıxaq sinus kvadratı bizə verir kosinus kvadratı 10 dərəcə. Məxrəcdə də kosinus kvadratı 10 dərəcə. Bunlar dixsay gedir. Doğru cavab olur 1. C variantı. 46-cı suala baxaq. 46'da 3/2 plus alfa. 3/2'də adlar dəyişir olur tangens alfa. 3/2 plus alfa 4-cü rüb. Deməli 4-cü rübdə kotangens mənfidir. Vuraq. Kotangens pi çıx alfa. Pi'də adlar qalır. Pi çıx alfa 2-ci rüb. O da olur kotangens alfa. 2-ci rübdə kotangens mənfidir. Bu mənfi kotangens alfa. Üstə gələk. Sinus pi bölmək 2 plus alfa 2-ci rüb. Sinus 2-ci rübdə işarəsi müsbətdir. Amma adlar dəyişir. Olur sinus. Yox, ad dəyişir. Olur kosinus alfa. Yazaq bura kosinus alfa. Vuraq. Kosinus pi çıx alfa. Pi'də adlar qalır. Olur kosinus alfa. Pi çıx 2-ci rüb. Ona görə mənfi olur. Kosinus 2-ci rübdə mənfidir. Biz bilirik ki tangesi kotangesə vuranda 1 olur. Mənfi də mənfi müsbət edir 1. Çıxaq. Kosinus da mənfi kosinusa vuranda oldu. Kosinus kvadrat alfa. 1 çıxaq kosinus kvadrat alfa da bizə sinus kvadratı alfanı verir. D variantı 46. 47-ci suala baxaq. 2'də 1. Tangens mənfi 870. Tangens tək funksiyadır. Mənfini qarşıya çıxarır. Olur tangens 870. Vuraq. Kosinus 330 dərəcə. 870 360'dan böyük olduğuna görə 180'ə bölüb qalan qalğı götürürüm. 870'i böldük 180'ə. O da düşdü. 4 dəfə götürsək 0, 2 yazaq 3 yadda 720. O da 0, 50, 150. Oldu tangens 150 dərəcə. Vuraq kosinus 330 dərəcə. İndi sadələşdirək. Mənfi 2'də 1. Tangens 150'ni yazarıq. 180 çıx 30. Kosinus 330 da yaza bilərəm. 360 çıxaq 30. O da bərabərdir. Mənfi 2'də 1 qalsın. 180 çıx 30 ikinci rüb. 180'də ad qalır tangens 30. Ancaq ikinci rübdür deyə mənfi tangens 30 olur. Vuraq. Kosinus 360 çıxaq 30. 4-cü rübdür müsbət. Kosinus 30 qalır. 360'da ad dəyişmədə olduğu kimi qaldı. Mənfi 2'də 1'i mənfi tangens 30'a vuranda mənfilər bir-birini müsbət edir. Olur 2'də 1. Tangens 30'da alır kök 3 böl 3. Kosinus 30'da alır kök 3 böl 2. O da oldu 3 vur 4 məxrəcdə. Kök 3'də kök 3'ə vuranda kök 9. Elə bunlar da ixtisar getdi. Cavab qaldı 4'də 1. 4'də 1 A variantı. 48-ci suala baxaq. Kosinus alfa 5'də 4'dür. Kosinus alfa 5'də 4 olarsa alfa 1-ci rübün bucağıdır. Sinus pi çıx alfa. Sinus pi adlar qalır. Olur sinus alfa. Pi çıx 2-ci rüb müsbət. Üstə gələk. Kosinus pi bölmək 2 çıxaq alfa. Pi böl 2 çıxaq alfa 1-ci rüb müsbət. Amma pi adlar pi böl 2 adlar dəyişir olur sinus alfa. Bu oldu 2 sinus alfa. Biz kosinusdan sinusu 2 qayda ilə taparıq. Ya düz bucaqlı 3 bucağa görə ya da deyirik ki sinus kvadratı alfa ilə kosinus kvadrat alfanın cəmi 1'dir. O da oldu sinus kvadrat alfa üstə gəl 25'də 16 bərabərdir 1. Sinus kvadrat alfa bərabərdir 1'dən 25'də 16 çıxanda qaldı 25'də 9.
Sinus alfa bərabərdir plus minus 5'də 3. Bizim de bucağımız birinci rübdə 0 pi bölü 2. O da birinci rübdə sinus müsbətdir. Ona göre cevap oldu sinus alfa 5'də 3. Yerine yazsaq 2 vur 5'də 3. Cevap oldu 5'də 6. O da 1 tam onda 2. Və yaxud da belə tapa bilərik. Və ya kimə hansı üsul rahatsa. Bir dənə düz bucaqlı üç bucaq çəkərəm. Buraya yazarıq alfa. Kosinus alfanın qaydası nədir? Qarşı katet, bitişik katetin hipotenuza nisbət. Deməli, bitişik katet 4K olsa, hipotenuz olur 5K. Pifagora görə yazsaq 25'dən 16 çıxanda 9, burada oldu 3K. Kosinus alfa 5'də 4 isə, sinus alfa qarşı katetin hipotenuza nisbətidir. 3K'nın 5K'ya nisbəti cavab oldu 5'də 3. Yəni 2 üsulun ikisindən də sinusu 5'də 3 tapdıq. Kimə hansı rahatsa ondan istifadə edə bilər. Demək 1,2 var. Cavablarda bəli var. A variantı. 48A. Sonra baxaq 49'a. 49. Tangens 3 bölü 2 çıxaq alfa. 3 bölüdə, deməli 3 bölü 2'də ad dəyişir olur. Kotangens alfa. 3 bölü 2 çıxaq alfa 3-cü rüb müsbətdir. Tangens pi plus alfa pi adlar qalır tangens alfa. Pi plus 3-cü rüb müsbətdir işarəmiz. Minus kosinus pi bölmə 2 plus alfa. Kosinus pi bölü 2 adlar dəyişir olur. Sinus alfa. Pi bölü 2 plus alfa 2-ci rüb mənfidir. Sonra sinus pi plus alfa. Sinus pi adlar qalır olur. Sinus alfa. Pi üstə gələk 3-cü rübdə oldu. Mənfi sinus alfa. O da bərabərdir. Kotangens tangensə vuranda 1 oldu. Çıxaq sinus da sinusa vuranda oldu. Sinus kvadrat alfa 1 çıxaq. Sinus kvadrat alfa bizə kosinus kvadrat alfa verir. O da oldu 49 B variantı. 50-ciyə baxaq. 50-də nədir? 50-də yenə sinus pi çıxaq alfa. Pi adlar qalır. Pi çıxaq 2-ci rüb müsbət sinus alfa. Kosinus 3 bölü 2 çıxaq alfa 4-cü rüb. 3 bölü 2'də ad dəyişir olur. Sinus alfa 4-cü rübdə də kosinusun. Daha doğrusu 3 bölü 2 çıxaq alfa 4-cü rüb yox 3-cü rüb. 3-cü rüb də mənfidir. Sonra kotangens pi bölü 2 plus alfa 2-ci rüb. Pi bölü 2'də ad dəyişir olur. Tangens alfa 2-ci rübdə də kotangesin işarəsi mənfidir. Sonra məxrəcdə tangens 2 pi çıxaq alfa. 2 pi də adlar qalır olur. Tangens alfa 2 pi çıxaq. Düşür 4-cü rübə. 4-cü rübdə tangensin işarəsi mənfidir. Mənfi tangens alfalar ilə buradan getdi. Cavab qaldı mənfi sinus kvadratı alfa A variantı 50'də. Sonra 51'ə baxaq. 51'də 3 bucağın 2 bucağının cəminin sinusu. 3 bucağın 3 dənə bucağı var. Biri alfadır, biri betadır, digəri də qammadır. Bu 180 dərəcədir. İndi bizə deyir alfa ilə betanın cəminin sinusu kökdə 3 böl 4'ə bərabərdir. Gəlin indi biz buradan alfa ilə beta cəmini tapaq görək nəyə bərabərdir. Alfa ilə beta cəmini tapmaq üçün 180'dən qammanı çıxıram. O da olur sinus 180 çıxaq qamma bərabərdir. Kök 3 böl 4. 180'də ad qalır olur sinus qamma kök 3 böl 4. 180 çıxaq 2-ci rüb elə sinus da 2-ci rübdə müsbətdir. Cavab oldu D variantı 51. Sonra 52-ci suala baxaq. Yenə oxşar sualdır. 3 bucağın 2 bucağının cəminin kosinusu. Alfa ilə betanın cəminin kosinusu kök 3 böl 8'dir. Biz də deyirik alfa plus beta plus gamma 180 dərəcədir. Və deyirəm ki alfa ilə beta cəmi 180 çıxaq qammaya bərabərdir. Alfa plus betanın yerinə 180 çıx gamma yazsam bu olur kök 3 böl 8. 180 çıx 2-ci rüb. Ona görə olur mənfi kosinus qamma ad dəyişmir. 2-ci rüb deyə mənfi olur amma 180'də ad dəyişmir. Çünki 180 pi deməkdir. Kökdə 3 böl 8. Kosinus qamma da bərabərdir. Mənfi kökdə 3 böl 8. O da olur B variantı. Sonra 53-cü suala baxaq. 52B. 53. 53-cü sualda kotangens kvadratı pi bölü 2 plus alfa. Ümumiyyətlə kvadrat olanda uşaqlarda rübdə işarəyə baxmağa ehtiyac yoxdur. Kvadrat onsuz da onu müsbət edəcək. Kvadratda sadəcə olaraq ad dəyişir, ad qalır. Ona baxın kifayət edir. Məsələn, kotangens kvadratı pi bölü 2 plus alfa. Heç rübə fikir vermirəm. İşarə mənə lazım deyil. Pi bölü 2'də ad dəyişir, bəli dəyişir. Olur tangens kvadrat alfa. Bitdi. Üstə gəlir. Kosinus kvadratı alfa. Niyə? Çünki pi'də ad qalır.
Üstə gələk 3/2-də ad dəyişir. Olur kosinusun yerində sinus kvadrat alfa. Getdi. Sinus kvadratından kosinus kvadratın cəmi bizə 1 verir. 1 üstə gələk tangens kvadrat alfa. Biz də bilirik ki 1 plus tangens kvadrat alfa 1 bölək kosinus kvadratı alfanı verir. D variantı. Açıb ortaq məxrəc etsəz də özünüz görəcəksiniz ki, həmin düstur verir. 54-cü suala baxaq. Tangens kvadratı yenə ad dəyişirmi? Bəli, dəyişir. Çünki pi bölü 2-dir. Kotangens kvadratı alfa. Sinus kvadratı pi çıx alfa. Ad qalır çünki pidir. Üstə gələk sinus kvadratı 3/2 üstə gələk alfa. Ad dəyişir. Bəli, olur kosinus kvadratı alfa. Kosinus kvadrat alfa. Sinus kvadrat ilə kosinus kvadratın cəmi 1-dir. 1 üstə gələk kotangens kvadratı alfa bizə verir 1 bölək sinus kvadratı alfa. Cavab oldu 54 A variantı. Sonra baxaq 55-ci suala. 55-ci sualda baxın, mən sizə demişdim tamamlayıcı. Yəni sinus 1-in tamamlayıcısı kosinus 89-dur. Sinus 1-in tamamlayıcısı kosinus 89-dur. Bunlar da bir mənfi, bir müsbət islah olur. Yəni mən kosinus 89-un yerinə sinus 1 yaza bilərəm. Sonra məsələn kosinus mənfi 1-in tamamlayıcısı sinus 89-dur. Sonra nə bilim burada sinus 2-in tamamlayıcısı kosinus 88-dir. Bunlar hamısı nöqtələrdə islah olur. Bir də bunların içərisində qalır deməli nə? Sinus 90 dərəcə. Sinus 90 dərəcədə 1 alır. Ona görə cavab oldu Y variantı. Sinus 90 tamamlayıcısı elə kosinus 0-dır. O da olmadığına görə elə sinus 90 dərəcə qalır. Olur Y. Sonra 56-ya baxaq. 56-da da yenə tangens 1-in tamamlayıcısı kotangens 89. Kotangens 1-in tamamlayıcısı tangens 89. Bunlar hamısı birdən 89-a kimi ardıcıl islah olur. Cavab qalır 0. 56-da Y variantı. 56 Y. 57-ci suala baxaq. Deməli kök altında 2 vuraq. Sinus 405 dərəcə. Biz dedik ki, bucaq 360-dan böyük olanda 360-a bölüb qalan qalığı götürürük. Sinus 405-i 360-a böləndə qalıq 45 qalır. Sinus 45-də kökdə 2 bölü 2 alır. Üstə gələk. Sinus 60 dərəcədə kökdə 3 bölü 2 alır. Kotangens 45-də 1 alır. Kosinus da 30-da kökdə 3 bölü 2 alır. Bu da bərabərdir. Bu kökdə 2-nin kökdə 2-yə vuranda 2. 2-lər ixtisar gedir 1. Sürətdə qalır 1. Kökdə 3 bölü 2. Məxrəcdə də qalır 1 üstə gələk. Kökdə 3 bölü 2. O da bizə 1 verir. Bir də D variantı 57. Sonra 58-ci sualda yenə 3 kökdə 2 vuraq. Sinus 315. Sinus 315-i yaza bilərik ki, sinus 360 çıxaq 45. Plus kosinus 60. Qoy elə bunlar qalsın. Tangens 45 dərəcə, sinus 30 dərəcə. Bu da bərabərdir. 3 kök altında 2. 360 çıxaq 45 dərəcə 4-cü rüb. Sinus 4-cü rüb də mənfidir. Olur mənfi sinus 45. Sinus 45-də də kökdə 2 bölü 2 alır. Üstə gələk. Kosinus 60. 58-ci suala baxaq. 3 kök altında 2 vuraq. Sinus 315. Sinus 315 kənarda hesablayaq, yerinə yazaq. Sinus 315-i yazarıq. 360 çıxaq 45. 360 dadlar qaldı oldu. Sinus 45. 360 çıxaq 4-cü rüb mənfi. O da oldu mənfi kökdə 2 bölü 2. Ona görə 3 kökdə 2-ni vuracağım. Mənfi kökdə 2 bölək 2-yə. Bunu silək. Bizə lazım deyil. İndi üstə gələk. Kosinus 60. Kosinus 60-da da alır 2-də 1. Üstə gəl 2-də 1. Kosinusun yerinə yazıq. Tangens 45-də 1 alır. Sinus 30-da da olur 2-də 1. Bərabərdir. Buradan kökdə 2, kökdə 2-yə vuranda 2. 2-lər ixtisar getdi. Qaldı mənfi 3. Mənfi 3 üstə gəl 2-də 1. Məxrəcdə də qaldı 1 çıxaq 2-də 1. Sürətdə mənfi 3-dən 2-də 1 çıxanda qalır mənfi 2-də 6 üstə gəl 1. Mənfi 2-də 5. Bu da oldu 2-də 1. 2-də 1-lər ixtisar getdi. Cavab oldu mənfi 5 C variantı. Sonra 59-cu suala baxaq. 59. Baxın, sinus 290 plus alfa. Mən bunu belə yazdım. Sinus 290 yaza bilərik.
270 plus 20 plus alfa. Bizim alfamız, ümumi bucağımız, baxın 20 plus alfa olacaq. Buna tutaq ki bir beta kimi baxacam. Sonra çıxaq kosinus 340'ı yaza bilərəm. 360 çıxaq 20. Bu da çıxaq alfa. Mən baxın buradakı çıxaq 20 çıxaq alfanı belə yaza bilərəm. Mötərizədə yazaram. Bu mənfi çölə çıxarsa burada müsbət olar. Onda bu da bir beta olar. Sonra baxaq, məxrəci yazaq. Məxrəcdə də sinus 110 yazarıq. 90 üstə gələk 20 plus alfa. Buradan da bir 20 plus alfa yarandı. Buna da bir beta deyərəm. Bərabərdir. İndi baxaq. Sinus 270'də adlar dəyişir. 20 plus alfaya bir beta demişəm. Beta ilə əvəz edib yazacağım. 270'də adlar dəyişdi. Oldu kosinus 20 plus alfa. Yəni kosinus beta. Bu da 270 üstə gələk. 4-cü rüb. Sinus 4-cü rübdə mənfi. Buna görə olur. Mənfi kosinus 20 plus alfa. Çıxaq. 360 çıxaq. 4-cü rüb. 360'da adlar qalır və kosinus 360. 4-cü rübdə kosinus müsbət. Yəni işarəsini olduğu kimi saxladı. 20 plus alfa. Məxrəcdə də sinus 90'da adı dəyişir. 90 üstə gələk 2-ci rüb olur. Kosinus 20 plus alfa. Sürətdə 2 dənə kosinus bucaqlar eyni toplana bilər. 2 mənfi toplanır olur. Mənfi 2 kosinus 20 plus alfa. Məxrəcdə də kosinus 20 plus alfa. Bunlar da ixtisar getdi. Qaldı mənfi 2. B variantı. 59'da. Sonra 60'a baxaq. Yenə yazıram. Kosinus 170'i yaza bilərik biz. Deməli, eyniləşdirək. Yaza bilərik 180 çıxaq 10 plus alfa. Çıxaq. 100'ü yaza bilərəm 90 üstə gəl 10 minus alfa. Sinus 280 yaza bilərik 270 plus 10 minus alfa. Bu da bərabərdir. Baxın, indi mən buna bir beta bucağı ilə əvəz etsəm. Bu ikisi bir mötərizədə yazaram. Qarşı mənfi D buranın işarəsi əksinə dəyişər. 10 minus alfa olar. Bunu elə bir mötərizə yazsam 10 minus alfadır. Bu da 10 minus alfadır. 10 minus alfalara bir beta kimi baxsam. Olur nə? 180'də adlar qalır. 180 çıxaq 2-ci rüb. Kosinus 2-ci rübdə mənfidə olur. Mənfi kosinus beta. Yəni 10 çıxaq alfa da yaza bilərəm. Beta ilə əvəz etdim. Fərqi yoxdur. 10 çıxaq alfa bir beta demişəm. Burada da adlar dəyişdi. Sinus 90 üstə gələk 2-ci rüb. Sinusda 90'da adlar dəyişdi oldu. Kosinus beta. 2-ci rübdə işarə müsbətdə olduğu kimi qaldı. Sonra 270 üstə gəl 4-cü rüb. Sinus 4-cü rübdə mənfidir. Ad dəyişdi 270'e görə oldu. Mənfi kosinus beta. Sürətdə oldu mənfi 2 kosinus beta. Məxrəcdə oldu mənfi kosinus beta. Onlar da ixtisar getdi. Cavab qaldı 2. 60'da cavab 2 C variantı. Sonra 61'e baxaq. Tangens alfa bölək 1 plus tangens alfa. Kotangens pi böl 2 çıxaq alfada adlar dəyişir. O düşür 1-ci rüb. 1-ci rübdə də kotangens müsbət olur. Tangens alfa. Məxrəcdə də 1 çıxaq tangens alfa. Bunu ortaq məxrəc etsə görə nə alırıq? 1 plus tangens alfanı vururuq 1 minus tangens alfaya. Bunu da çarpaz vursaq olur. Tangens 1 çıx tangens alfa. Üstə gələk tangens alfa vuraq 1 plus tangens alfa. Məxrəc bizə düstur verdi. 1'in kvadratı çıxaq tangens kvadrat alfa. Sürəti vurub sadələşdirirəm. Tangens alfa çıxaq tangens kvadrat alfa. Üstə gələk tangens alfa, üstə gələk tangens kvadrat alfa. Tangens kvadrat alfalar islah oldu. Sürətdə qaldı 2 tangens alfa, məxrəcdə 1 çıxaq tangens kvadrat alfa. Bu da bizə tangens 2 alfanın düsturunu verir. O da oldu B variantı 61. Yox, tangens 2 alfa 61 də D variantındadır. Bu D'dir. Tangens 2 alfa D variantı. Sonra baxaq 62'ye.
62'də yenə kotangis adını dəyişir olur. Tangens alfa, pi bölü 2 çıxaq alfa birinci rüb. Bu da oldu 1 üstə gəl tangens alfa. Üstə gəl sürətdə oldu tangens alfa, məxrəcdə 1 çıxaq tangens alfa. Bunları ortaq məxrəc 1 plus tangens alfa vuraq 1 çıxaq tangens alfanı ortaq məxrəc götürdüm. Çarpaz vuranda oldu tangens 1 çıxaq tangens alfa. Üstə gələk tangens alfa 1 üstə gəl tangens alfa. O da bərabərdir. Deməli, vurub açanda sürətdə oldu nə? Tangens alfa çıxaq tangens kvadrat alfa. Üstə gələk tangens alfa üstə gələk tangens kvadrat alfa. Məxrəcdə də 1 çıxaq tangens kvadrat alfa. Tangens kvadrat alfalar islah oldu. Sürətdə qaldı 2 tangens alfa 1 çıxaq tangens kvadrat alfa. Bu da bizə tangens 2 alfanı verir. Burada 62'də oldu B variantı. 63-cü suala baxaq. Tangens pi plus alfa. Pi'də adlar qaldı oldu tangens alfa. Pi üstə gələk 3-cü rüb müsbətdir. Sinus 3 pi bölü 2 plus alfada ad dəyişdi oldu kosinus alfa. 3 pi bölü 2 üstə gələk alfa 4-cü rüb. Sinus 4-cü rüb də mənfidir. Kosinus pi çıxaq alfa. Kosinus pi'də adlar qaldı. Pi çıxaq alfa 2-ci rüb, kosinus 2-ci rüb də mənfidir. Tangens 3 pi bölü 2 çıxaq alfa, alfadır. Tangens 3 pi bölü 2 çıxaq alfa, ad dəyişdi oldu kotangens alfa. 3 pi bölü 2 çıxaq 3-cü rübdədir, 3-cü rübdə tangens müsbətdir. Ona görə kosinus alfalar getdi, ixtisar oldu. Sürətdə qaldı tangens alfa, məxrəcdə qaldı kotangens alfa. O da 1 bölək tangens alfa. O da tərsinə vuruldu oldu. Tangens kvadratı alfa, A variantı 63. 64-cü suala baxaq. Kotangens pi çıxaq alfa. Pi'də adlar qalır olur kotangens alfa. Pi çıxaq 2-ci rübdür. Kotangens 2-ci rübdə mənfidir. Vuraq. Kosinus 3 pi bölü 2 çıxaq alfa. 3 pi bölü 2'də adlar dəyişir olur sinus alfa. 3 pi bölü 2 çıxaq alfa 3-cü rüb. Kosinus 3-cü rübdə mənfidir. Sonra məxrəcə sinus pi üstə gələk alfa. Sinusda pi'də adlar qalır olur sinus alfa. Pi üstə gələk deməli 3-cü rüb mənfidir sinus. Kotangens 3 pi bölü 2'də adlar dəyişir olur tangens alfa. 3 pi bölü 2 üstə gələk alfa 4-cü rüb. Kotangens 4-cü rübdə mənfidir. Sinus alfalar getdi. Mənfi kotangens alfa ilə mənfi tangens alfa. O da ixtisar getdi oldu kotangens alfa. Tangens alfanı da 1 bölək kotangens alfa yazıram. O da oldu kotangens kvadratı alfa. A variantı 64. Sonra 65'ə baxaq. 65'də 3 vuraq. Kosinus 1, kosinus 1. Üstə gələk kosinus 2. Uşaqlar, burada deməli kosinus 1-lə mən üstə gələk belə biz kosinus 179'u biz yaza bilərik. Məsələn, mənfi sinus 1. Üstə gələk kosinus 180'də donsuzda mənfi 1 alır. Baxın. Kosinus 179 ilə kosinus 1'in cəmi bizə 0 verir. 65-ci suala baxaq. Baxın. Burada kosinus 1 ilə kosinus 179'un cəmi bizə 0 verir. Niyə? Mən kosinus 179'u yaza bilərəm ki, kosinus 180 çıxaq 1. Bu da 2-ci rüb mənfi kosinus 1. Elə kosinus 1, kosinus 179 islah oldu. Sonra məsələn kosinus 2. Kosinus 2, mən məsələn orada kosinus 178 var da elə. Kosinus 178'i 180 çıxaq 2 yazsaq bu mənfi kosinus 2 olur. Ona görə də bu da islah olur nöqtələrdə. Qalır bir dənə 3 vuraq kosinus 180. Kosinus 180'ə mənfi 1 alır. 3'ü mənfi 1'ə vururam. Mənfi 3 C variantı. 66-cı sual. Baxın. 2 vuraq sinus 1. Üstə gələk sinus 2. Üstə gələk tutaq ki sinus 3. Üstə gələk nöqtələr sinus 90. Bu bir sinusun 1-dən 90 kimi cəmi. Bundan çıxırıq sinusun 90'dan 180'ə kimi fərqlərini. Deməli sinus 91'i yerinə yaza bilərəm mən kosinus 1. Çünki sinus 91'i 90 plus 1 yazsaq 90'da adlar dəyişir olur kosinus 1. 91 də 2-ci rüb işarə olduğu kimi qalır. Məsələn sinus 92'ni yaza bilərik kosinus 2. Sinus 93'ü yaza bilərik
kosinus 3. Nöqtələr minus sinus 180. Baxın, indi burada deyirəm ki, kosinus 1 ilə, bax burada sinus 89 var. Sinus 90-dan qabaq nə var? Sinus 89. Bu islah ola bilər. Çünki sinus 89 ilə kosinusun bir-birinə tamamlayıcı bucaqlardır. Yəni kosinus 1 elə sinus 89 deməkdir. Baxın, bunu yazın buradan. 2 vuraq. Sinus 1, üstə gələk sinus 2, üstə gələk sinus 3, üstə gələk nöqtələr tutaq ki, üstə gələk sinus 89, üstə gəl sinus 90. Plus, minus orada burada, minus. Kosinus 1-in yerinə yaza bilərik. Kosinus 1-in yerinə yazaram. Sinus 89 yaza bilərik. Kosinus 2-in yerinə yaza bilərik. Sinus 88. Bu belə azalır. Minus sinus 180. Baxın, bu 88 ilə bu 89 ilə yenə nöqtələrdə hamısı islah olacaq. Bir mənfi, bir müsbət. Bir dənə qalır burada 2. Sinus 90 qalır. O heç nə islah olmur. Çıxaq. Sinus 180. Bu da olur 2 vuraq. Sinus 90'da alır. 1 çıx 0. Cavab oldu 2. 67-ci suala baxaq. Qonşu bucaqlardan birinin sinusu. Tutaq ki, sinus sayfa bərabərdir. 5'də 2 olarsa o biri bucağın sinusunu tapın. Sinus bettanı tapın. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Mən buradan alfanı tapsam 180 çıx betta olur. Cətəb əvəz etsəm olur sinus 180 çıx betta bərabərdir 5'də 2. Biz də bilirik 180'də adlar qalır olur sinus betta 5'də 2. 180 çıxaq ikinci rüb, o da müsbət olur. 5'də 2 müsbət D variantı 67'də. Sonra 68'ə baxaq. 68'də də qonşu bucaqlardan birinin kosinusu. Kosinus alfa 5'də 3'dür. Deməli alfa ilə bettanın cəmi 180'dir. Buradan alfanı tapsam 180 çıx betta olur. Məndən də bu elə kosinus bettanı soruşur. Kosinus betta suala bərabərdir. O da oldu kosinus 180 çıx betta bərabərdir 5'də 3. Kosinusda 180'də adlar qalır. İkinci rüb mənfi olur. 5'də 3. O da oldu kosinus betta bərabərdir. Mənfi 5'də 3. Mənfi 5'də 3. Variant 68. 69-cu suala baxaq. Tangens mənfi 13 bölü 6. Tangens mənfinin tək funksiyadır. Mənfini qarşı götürür. O da olur 13 pi bölü 6. Bunu da belə yaza bilərik. Tangens 13 pini yaza bilərik. 12 pi plus pi bölü 6. Bunu da hədd bölsək olur mənfi tangens 2 pi plus pi bölü 6. 2 pi üstə gəl birinci rüb. Tangens 2 birinci rüb də müsbətdir. Ona görə oldu mənfi tangens pi bölü 6. O da oldu mənfi kökdə 3 bölü 3 Y variantı. 70-ci sualda 10 kimdir? Kotangens mənfini qarşıya ötürür. Oldu nə? Mənfi kotangens 7 pi bölü 3. O da mənfi kotangens 7 pini yaza bilərik biz 6 pi plus pi bölü 3. Bu da oldu mənfi kotangens 6 pini 3'e böləndə qaldı 2 pi plus pi bölü 3. O da mənfi 2 pi də adlar qalır. 2 pi plus birinci rüb oldu mənfi kotangens pi bölü 3. 2 pi üstə gələk də birinci rüb dedik də. O da oldu mənfi kökdə 3 bölək 3. D variantı 70. 71-ci suala baxaq. Alfa ilə bettanın cəmi pi bölü 4'dür. Yəni 45 dərəcədir. Sinus 8 alfa, gəl bunu kənara sadələşdirək. 8 alfa üstə gələk 9 beta. Bunu yaza bilərəm 8 beta plus beta. Bu da olur 8 vuraq alfa plus beta. O da oldu 8 vuraq pi bölü 4 plus beta. 8 ilə 4 ixtisar getdi. 2 pi plus beta. Ona görə də sinus, baxın bunu silə buradan yazım. Sinus 8 alfa üstə gəl 9 beta bərabərdir. Sinus 2 pi plus beta'ya. Biz də bilirik 2 pi də adlar qalır olur. Sinus beta. 2 pi üstə gələk birinci rüb. Birinci rübdə də sinus müsbətdir. Cavab oldu sinus beta D variantı 71. Sonra 72'ye baxaq. Yenə alfa ilə beta'nın cəmi
deməli neçədir? Pi bölü 4. Biz bundan əvvəl 8 alfa plus 9 bettan sadələşdirdik. Yəni bax 8 alfa üstə gəl 9 bettanı sadələşdirdik. 8 alfa üstə gəl 8 beta plus beta. O da 8 vuraq alfa plus beta üstə gəl beta. Alfa plus beta da pi bölü 4'tür. 8'i pi bölü 4'e vurdum. Üstüne beta geldik. O da oldu 2 pi plus beta. Bize bir de lazımdı 4 alfa plus 5 beta'nı sadeleştirmek. Birinci bunu sadeleştirdik. İkinci diğerini. 4 alfa plus 5 beta. Bunu da yazarıq. 4 alfa plus 4 beta plus beta. 4'ü ortaq vuruq çıxarsaq alfa plus beta. O da oldu 4 vur pi bölü 4 plus beta. O da oldu pi plus beta. İndi gətirək yazaq. Kotangens. Kotangens 8 alfa üstə gəl 9 beta. Onun yerine yazıram 2 pi plus beta. Vuraq. Sinusun da yerine yazırıq. Nə? Pi plus beta. O da bərabərdir. 2 pi də adlar qalır. Olur kotangens beta. 2 pi üstə gəl birinci rüb müsbət. Sonra oldu sinus pi plus alfa. O da oldu sinus beta. Üçüncü rübdə mənfi. Kotangensdə biz kosinus beta bölək sinus beta yaza bilərik. O da mənfi sinus beta. Sinus betalar da gedir. Cavab qaldı mənfi kosinus beta. O da oldu A variantı 72 yox. A variantı yox B. Mənfi kosinus beta 72'də B variantıdır. 73-cü suala baxaq. Şəkli buradan çəkək. Bir dənə düz bucaqlı trapesiya çəkirəm. A, B, C, D. Bucaq A ilə bucaq B 90 dərəcədir. Ümumi C bucağının kosinusu soruşur. AB 5'dir, BC 4'dür. Baxın, buradan bir hündürlük endirsəm, bura H yazsaq, bura 90 dərəcədir, məlum məsələdir. Burada bir alfadır. Bizdən kosinus 90 üstə gələk alfanı soruşur uşaqlar. Bura 4 isə bunun qarşısı 4'dür, 5 isə 5'dir. Bizə AD'nin qiymətini 16 verib, onda bura olur 12. Bura 12 isə, deməli, burada bir düz bucaqlı 3 bucaq var. Katetlər 5, 12, hipotenuz olur 13. Çünki 144 ilə 25'in cəmi 169 olur. Bizdən də kosinus 90 üstə gələk alfanı soruşur. Ümumi C bucağını. 90'da adlar dəyişir olur sinus alfa. 90 üstə gələk ikinci rüb mənfi sinus alfa. Deməli biz bu düz bucaqlı 3 bucaqdan sinusu tapmalıyıq. Mənfi sinusu. Mənfi qalır. Sinusun qaydası nədir? Qarşı katetin hipotenuza nisbəti. 12'nin 13'ə nisbəti. Ona görə cavab oldu Y variantı. 74-cü suala baxaq. X plus 2y bərabərdir 3 pi bölü 2. Olarsa bu ifadələri sadələşdirin. Gəlin biz bunu belə yazaq. X üstə gələ y plus y bərabərdir 3 pi bölü 2. Yaza bilərəm. Buradan x plus y tapsam olur 3 pi bölü 2 çıxaq y. Gətirib indi əvəz edəcəm. Baxın, kosinus x plus y deyil. Yerinə yazdım 3 pi bölü 2 çıxaq y. Məxrəcdə olsun sinus y. Üstə gələk. Kotangens 3y. Bu qalsın bu 3y. Məxrəcdə də tangens, bizdən tangens x minus y verib. Gəlin onda bu yuxarıdan biz y tapaq. Belə yazaq. Bax, kotangens 3y yaza bilərəm. Gəlin belə yazaq. Kotangens 3y yazaq. Yazaq 2y plus y. Kotangens belə yazaq. Bu da qalsın tangens x minus y. Onda bunu bir başqa cürdə sadələşdirib. Buradan 2y də tapmalıyam. İkinci tərəf sadələşdirmək üçün. 2y tapsam 3 pi bölü 2'dən çıxıram x-i. O da bərabərdir. Burada adlar dəyişdi, oldu sinus y. Məxrəcdə də sinus y. 3 pi bölü 2 çıxaq alfa 3-cü rüb müsbətdir. Yox, kosinus mənfidir 3-cü rübdə. Sonra üstə gələk. Bu 2y-in yerinə mən yazaram. Kotangens 3 pi bölü 2 minus x plus y. Düzdür? Bu da oldu tangens x minus y. Bərabərdir. Baxın, bu x
plus y-i mən bir mötərizə yazıb x minus y edə bilərəm də, qarşısı mənfidir. Ona görə də bunu sadələşdirsək, olur. Buna ixtisar getdi, kəsr xəttinə ehtiyac yoxdur. Yazaq, -1 üstə gələk. 3/2 adlar dəyişir, olur tangens x minus y. 3/2 çıxaq 3-cü rüb, 3-cü rübdə müsbətdir. Bu da oldu tangens x minus y. Bu da bizə 1 verdi. -1 ilə 1-in cəmi 0 oldu. D variantı. Deməli, biz həm x plus 2y-dən x plus y tapdıq, həm də 2y tapdıq. 74. Sonra baxaq 75-ci suala. Yine bizə deməli kvadrat çəkirəm buradan. Deməli A, D, B, C kvadratdır. Buradan bir dənə düz xətt endirilib. B-yi, bu da alfadır. Bura bir beta yaza bilərəm. Bura 90'dır. Bunların alfa ilə betanın cəmi 90 olur. Burada bir düz bucaqlı 3 bucaq var. Ona görə burada alfa. Çünki alfa betaların cəmi 90'dır. Düz bucaqlı 3 bucağında iti bucaqlarının da cəmi 90 olmalıdır. İndi bizə deyir SY-nin YD-yə nisbəti 5'in 3'ədir. SY-yə 5K desəm, YD 3K olur. Onda BC də olur elə 8K. Çünki kvadratın tərəfidir axı. Bizdən tangens alfanı soruşur. Baxın, bu düz bucaqlı 3 bucaqda tangens alfanı necə tapıram? Tangens alfa qarşı katetin, tangens alfa qarşı katetin, yəni 8K'nın bitişik katetə nisbətidir 5K'ya. O da oldu 8/5 Y variantı 75. 76-cı suala baxaq. Kotanges 2, kotanges 3, kotanges 87, kotanges 88 ifadəsinin qiymətini hesablayın. Yine tamamlayıcıdır. Kotanges 88 elə tangens 2 deməkdir. Kotanges 2 ilə tangens 2'nin hasili 1'ə bərabərdir. Kotanges 3 ilə kotanges 87 tamamlayıcıdır. Yəni kotanges 87'nin yerinə mən tangens 3 yazsam, o da elə bunlar da bizə 1 verir. Cavab olur 1. 77'yə baxaq. 1 üstə gələk kosinüs 444. Biz dedik bucaq 360'dan böyük olanda 360'a bölüb qalan qalğı yazırıq. 444'ü 360'a böləndə 444'ü 360'a bölürük. Bir dəfə 364, 84 qaldı. Yəni bu oldu kosinüs 84 dərəcə. Çıxaq kosinüs 84 misalın özündə var. Üstə gələk kotanges 45'də də 1 olur. Bunlar da islah oldu. 1 üstə gəl 1, 2 oldu. 77'də cavab 2. 78'ə baxaq. 3 vuraq tangens kvadratı 240. Tangens kvadratını yaza bilərəm. 270 çıxaq 30. Çıxaq 4 vuraq kosinüs 300'ü yaza bilərik. Kosinüs 360 çıxaq 60. Çıxaq 5 vuraq sinus 150'ni də yazaq. Sinus 180 çıxaq 30 dərəcə. O da bərabərdir. 3 vuraq. Biz dedik kvadrat onda işarəyə fikir vermirik. Sadəcə olaraq ad dəyişib ad qalmaya baxırıq. 270'də ad dəyişir. Olur kotanges kvadrat 30 dərəcə çıxaq. 4 vuraq. Kosinüs 360 çıxaq. Deməli 360 çıxaq 4-cü rüb. Kosinüs 360'da adlar qalır. 4-cü rübdə işarəsi də müsbət olur. Oldu kosinüs 60. Çıxaq 5 vuraq. Sinus 180. Sinus 180'də adlar qalır, olur. Sinus 30 dərəcə. 180 çıxaq 2-ci rüb. Sinus 2-ci rübdə müsbətdir. Bu da 3 vuraq. Kotanges 30'da alır kökdə 3. Bizə də lazımdır kökdə 3'ün kvadratı. 4 vuraq kosinüs 60'da olur 2'də 1. 5 vuraq sinüs 30'da olur 2'də 1. O da oldu 3'ün kvadratı 3. 3'e vurdum 9 çıxaq. Bunlar da ixtisar getdi 2 çıxaq. 2 tam onda 5. 9'dan 2 çıxdıq 7. 7'dən 2 tam onda 5 çıxanda 4 tam onda 5 oldu. 78'də. 79'cu suala baxaq. Buna ortaq məxrəc edək, mötərizəncisi olur. Kosinüs kvadrat alfa. Bunu məxrəcinə 1 yazsaq, çarpaz vursaq olur nə? Kosinüs kvadrat alfa çıxaq 1. Vuraq kotangesi yaza bilərik biz. Kosinüs kvadrat alfa bölək sinüs kvadrat alfa. Üstə gələk. Kotanges 405. Kotangesdə də biz dedik bucaq 360'dan böyük olanda 180'ə bölüb qalan qalğı götürürük. 405'i də 180'ə böləndə 2 dəfə 360. Burada qaldı 45. Yəni bu oldu kotanges 45 dərəcə.
Kosinüs kvadratları getdi. Kosinüs kvadrat alfa çıxaq 1 bizə mənfi sinüs kvadrat alfanı verir. Məxrəcdə də qaldı sinüs kvadrat alfa üstə gəl 1. Bunlar ixtisar getdi. Oldu mənfi 1 plus 1. Cavab oldu 79'da 0. Sonra 80-ci suala baxaq. 80'də 2 vuraq. Bunu tangens kvadratı 2 pi çıxaq 2. Vuraq kotangens kvadratı 2 pi üstə gələ 2. Bərabərdir. 2 pi adlar qalır. İşarəyə fikir vermirik. Kvadrat var. Olur tangens kvadratı 2. Vuraq kotangens kvadratı 2. Tangens də kotangensə vuranda 1 olur. 2'ni də 1'ə vurdum. Oldu cavab 80'də 2. 81-ci suala baxaq. Burada da olur nə? Sinüs kvadratı 2 pi plus 2. Üstə gələk. Kosinüs kvadratı 2 pi çıxaq 2. 2 pi adlar qalır. Olur sinüs kvadratı 2. Üstə gələk. Kosinüs kvadratı 2. Sinüsün da kosinüsün kvadratları cəm oldu 1. Sonra 81'den sonra 82-ci suala baxaq. Kosinüs pi bölü 2 çıxaq alfa. Pi bölü 2 adlar dəyişir olur. Sinüs alfa. Pi bölü 2 çıxıb birinci işarə qaldı. Bu da oldu sinüs alfa çıxaq. Kosinüs kvadratı 3 pi bölü 2 plus alfa adlar dəyişdi oldu. Sinüs kvadratı alfa. Üstə gələk 3 vuraq tangens. Biz deyirik ki, ümumiyyətlə yadımızda saxlayaq. Cüt pilər 2 pi ilə, tək pilər pi ilə əvəz olunur. 4 pi cüt ədəddir deyə bunu 2 pi ilə əvəz edə bilərəm. O da tangens ki 2 pi plus alfa birinci rübdür. Tangens də birinci rübdə müsbətdir. 2 pi də adlar qalır. Olur tangens alfa. Vuraq. Kotangens pi üstə gələk alfa üçüncü rüb. Pi də adlar qalır. Olur kotangens alfa. Sinüsü sinüsə vuranda oldu. Sinüs kvadrat alfa çıxaq. Bu da sinüs özü qaldı. Sinüs kvadrat alfa çıxaq. Sinüs kvadrat alfa üstə gələk 3 tangens kotangensə vuranda 1 oldu. Sinüs kvadratları da getdi. 0 üstə gəl 3. Cavab oldu 82'də 3. Sonra baxaq 83-cü suala. Sinüs kvadratı pi bölü 2 plus alfa. Pi bölü 2 adlar dəyişir. Olur kosinüs kvadrat alfa. Üstə gələk sinüs 3 pi bölü 2 plus alfa. Düşür 4-cü rübə ad dəyişir. Olur mənfi kosinüs alfa. Vuraq kosinüs alfa. Üstə gələk 3 pi. 3 tək ədəddir, ona görə pi ilə əvəz olunur. Yəni buraya olur pi plus alfa. O da üstə gələk 5 vuraq. Kotangens pi plus alfa. Pi də adlar qalır. Olur kotangens alfa. Pi üstə gələk də 3-cü rüb. Bu da müsbətdir. Oldu kotangens alfa. Vuraq tangens pi plus alfa. Pi də pi üstə gələk 3-cü rüb. Adlar qalır. Olur tangens alfa. O da bərabərdir. Kosinüs kvadrat alfa. Çıxaq kosinüs kvadrat alfa. Üstə gələk 5. Tangens kotangensə vurana 1 olur. Bunlar da getdi. Cavab qaldı 83'də 5. Sonra 84-cü suala baxaq. Deməli kosinüs kvadratı 63. Üstə gələk. Kosinüs kvadratı 27'ni biz yaza bilərik. Sinüs kvadratı 63. 90'dan 27 çıxırıq. Çıxaq. Bu tangens 140'ı biz yaza bilərik. Tangens 180 çıxaq 40. Plus alfa. Bu da oldu tangens 40 minus alfa. Sinüs kvadratından kosinüs kvadratın bucaqları indi bizə 1 verdi. 180'də adlar qaldı. Oldu. Gəlin biz sadələşdirək bunu. Bunu biz yaza bilərik. 180 çıxaq mötərizədə 40 minus alfa. Bunun bucağı 40 minus alfadır. Məxrəcdə də tangens 40 minus alfa. O da oldu 1 çıxaq. 180'də adlar qaldı. Oldu tangens. 180 çıxaq 2-ci rüb. 2-ci rübdə də tangens mənfidir. Ona görə qarşıya mənfi atıram. 40 minus alfa. Məxrəcdə də tangens 40 minus alfa oldu. O da ixtisar getdi 1. 1 üstə gəl 1. Cavab oldu 84'də 2. Sonra baxaq 85-ci suala. Kosinüs kvadratı 10. Üstə gələk. Kosinüs kvadratı 25. Üstə gələk. Kosinüs kvadratı 65'i yaza bilərik biz tamamlayıcı ilə. Sinüs kvadratı 25. Kosinüs kvadratı 80'i də yaza bilərik. Sinüs kvadratı 10. O da bərabərdir. Kosinüs kvadratı 10 ilə sinüs kvadratı 10'un cəmi bizə 1 verdi. Kosinüs kvadratı 25 ilə sinüs kvadratının cəmi də bizə 1 verdi. 1 üstə gəl 1 oldu 2. 85'də cavab 2. Sonra 86'ya baxaq. Tangens x vuraq.
Tangens 810. 810 360'dan böyükdür. 360'a bölüb qalan qağı yazaq. Olur tangens 360'a böləndə, daha doğrusu tangensi 180'ə bölürük. 810'u 180'ə bölürəm. O da düşür 4 dəfə 0, 2 yazaq 7, o da 70, 720. Aha, cavab qaldı 90. Deməli bu oldu tangens 90 minus x. Tangens x vuraq 90'da adlar dəyişdi, kotangens x. Tangesdə kotangesə vuranda 86'da cavab oldu 1. Sonra baxaq 87'yə. Sinus sayfa bərabərdir 2'də 1. Sinus sayfa bərabərdir 2'də 1. Amma bucaq bizdə 90 ilə 180 arasındadır. Biz bunu sadələşdirək. Sinus 2'də 1'i 30 dərəcədə ala bilər. Və ya 150 dərəcədə ala bilər. Biz 30'u götürmürük, 150'ni götürürük. Çünki bizə 90-180 aralıq lazımdır. 150. Baxın, sinus 150'ni 180 çıxaq, 30 yazsaq, bu olur 180 adlar qalır. İkinci rüb müsbət. Sinus 30 yenə 2'də 1. Yəni alfa 150 dərəcədir deyirik. Alfa bucağı 150 dərəcədir. O da olur 9 üstə gələk. Kotangens 110 dərəcə üstə gələk. 6'da 1 vuraq 150. O da oldu 9 üstə gələk kotangens 110 plus 150'ni də 6'ya böləndə oldu 25. O da bərabərdir 9 üstə gələk kotangens 135. 9 plus kotangens 135'i də yazıram 180 çıx 45. O da bərabərdir 9 üstə gələk 180'də adlar qalır, olur kotangens 45. 180 çıxaq 2-ci rüb mənfidir. O da 9 çıx 1, 8. 87'də cavab 8. 88-ci suala baxaq. Baxın uşaqlar, burada sinus kvadratı 20 var. Sinus kvadratı 20 ilə sinus kvadratı 70. Bunu tamamlayıcısını yazarım. Sinus kvadratı 70'i yerine yazarım. Kosinus kvadratı 20. Üstə gələk. Və yaxud da sinus kvadratı 21. Üstə gələk. Bax, burada sinus kvadratı 69 var. Onun yerine yaza bilərəm. Kosinus kvadratı 21. Və yaxud da sonra gəlir nə? Sinus kvadratı tutaq ki 22. Üstə gələk. Sinus kvadratı 68. Onu da yerine yaza bilərəm. Kosinus kvadratı 22. Bu şəkildə bu ardıcılığın davam edəcək. Bir dənə bunların ortasında sinus kvadratı 45'in tamamlayıcısı yoxdur. Yəni 45'dən bir dənədir. 20, 21, 22 hər ədəddən bir dənədir. 45'dən də bir dənədir. Bunun da tamamlayıcısı yoxdur. Yəni 20'dən 70'ə qədər 45'ten başqa birləşib 1'ə verir. Bax, sinus 20 ilə kosinus 21 verdi. Sinus 21 ilə kosinus 21 verdi. Bunlar hamısı bizə 1 verir. Deməli, 20'dən 70'ə qədər 51 dənə ədəd var. Bu 51 dənə ədədin 25 dənəsi bizə 1 verir. 25 dənə 1 oldu 25. Üstə gələk, burada qaldı sinus kvadratı 45. Sinus da kökdə 2 bölü 2 olur. Bunun da kvadratı oldu 25 üstə gəl 4'də 2. O da 25 tam 10'da 5. 89'a baxaq. Uyğunluğu tapaq, müəyyən edək. Gəlin sadələşdirək. Kotangens pi plus alfa. Pi'də adlar qalır. Olur kotangens alfa. Pi plus 3-cü rüb müsbət. Kotangens pi bölmə 2'də ad dəyişir. Olur tangens alfa. Pi böl 2 üstə gələk 2-ci rüb mənfi. Sinus ad dəyişir. Kosinus alfa. Pi böl 2 çıxaq 1-ci rüb müsbət. Kosinus pi plus alfa. Deməli 3-cü rüb mənfi kosinus alfa. Pi'də adlar qalır. Sinus 5 pi böl 2 çıxaq alfa. 5 pi tək ədəddir. Tək pilər pi ilə əvəz olunur. Pi böl 2 çıxaq alfa. O da olur kosinus alfa. Pi böl 2 çıxda 1-ci rüb müsbət. İndi baxaq. 3'ə uyğundur. Mənfi tangens deyil. Deməli 1'ə həm C, həm Y uyğundur. Mənfi kosinus alfa burada da D. 89 1 CY, 2 D, 3 A. Deməli 1 CY, 2 D, 3 A. Sonra 90'a baxaq. 90 da onun kimidir. 3 pi böl 2 plus alfa ad dəyişdi oldu sinus alfa. 4-cü rüb müsbət. Burada da oldu kosinus alfa 1-ci rüb müsbət. 5 pi tək ədəddir. Bunu pi ilə əvəz edirək. Pi plus alfa adlar qalır olur kosinus alfa, amma mənfi 3-cü rüb.
7 pi çıxaq alfa tək ədəddə pi minus alfa olur. Pi'də də deməli adlar qalır olur. Tangens alfa pi çıxaq ikinci rüb mənfi 5 pi bölü 2. 5 pi tək ədəddə pi ilə əvəz olunur. Pi bölü 2 plus alfa. O da adlar dəyişir olur. Tangens alfa pi bölü 2 plus alfa ikinci rüb. O da mənfi olur. Sinüs alfa birinciyə A uyğundur. Kosinüs alfa yox. Mənfi kosinüs alfa 2-yə S uyğundur. Mənfi tangens alfa D Y uyğundur. 3'ə D Y. 1 A 2 S 3 D Y. Sonra baxaq ətraflı suallara. 91'də baxaq görə nə deyir? Deyir f(x) əgər x deməli rasional ədəd olarsa 1 ilə əvəz edin. Rasional olarsa. Yox. Əgər f(x) irrasional ədəd olarsa, yerinə mənfi 1 yazın. Gəlin görək necə olur. Kosinus 300'ü gəl sadələşdirək. Kosinus 300'ü sadələşdirəndə olur. Kosinus 360 çıxaq 60. 360'da adlar qalır olur. Kosinus 60. O 4-cü rüb müsbət. Kosinus 60'da dalır 2'də 1. 2'də 1 rasional ədəddir. Deməli f kosinus 300 rasionalsa 1'ə bərabərdir. 1 ilə əvəz edəcəm. Sonra keçək ikinciyə. Yazıram sinus 120 dərəcə. Sinus 120'ni yazırıq. Sinus 90 plus 30. 90'da adlar dəyişir olur. Kosinus 30 dərəcə. Düzdür. 90 deməli 90 üstə gələk ikinci rüb. İkinci rübdə də sinusun işarəsi müsbətdir. Sinus 30'da dalır. Kök 3 bölü 2. Kök 3 bölü 2 də irrasional olduğuna görə f sinus 120'ni biz mənfi 1 ilə əvəz edirik. İndi bizə deyir ki f 300'dən çıxın daha doğrusu f kosinus 300'dən çıxın f sinus 120'ni. Kosinus 300 1'dir. Bundan çıxıram mənfi 1'i. Cavab oldu 2. 92-ci suala baxaq. 7 alfa çıxaq 4 beta bərabərdir 810 dərəcə olarsa sinus 3 alfa üstə gəl 5 beta məxrəcdə də kosinus yerini dəyişsək 4 alfa çıxaq 9 beta ifadəsini sadələşdirin. Baxın, mən bunu necə yazacağam? Birinci, gəlin verilən şərti sadələşdirək, sonra əvəz etməklə yerinə yazaq. 7 bit alfanı mən yaza bilərəm. 3 alfa üstə gəl 4 alfa. Çünki 3 ilə 4 lazım mənə. 4 betanı yaza bilərik ki 5 beta çıxaq 9 beta. Onsuz da mənfi 4 beta olur. Bərabərdir 810. 3 alfa üstə gəl 5 betanı tapsam buradan. 3 alfa plus 5 beta. Bərabərdir 810 üstə gəl. Daha doğrusu əks işarəni keçirdirəm. Mənfi 4 alfa plus 9 beta. Bunu belə yaza bilərik. Bu da olar 3 alfa üstə gəl 5 beta bərabərdir 810 çıxaq 4 alfa çıxaq 9 beta. Düzdür? İndi 3 alfa üstə gəl 5 betanı yerinə əvəz etməklə bunu yazsaq olur nə? Sinus mötərizədə 810. 810 da 360'dan böyük olduğuna görə elə 810'u 360'a bölüb qalan qalıq yazacağım. 360'a böləndə 2 dəfə 720 qalıq qaldı 90. Yuxarıda oldu 90 minus 4 alfa çıxaq 9 beta. Məxrəcdə də oldu kosinus 4 alfa çıxaq 9 beta. 90'da adlar dəyişir. Sinus. Buna bir ümumi bir bucaq kimi baxsaq. Bizim əsas bucağımız 4 alfa çıxaq 9 beta olur. Sinus 90'da adlar dəyişir olur. Kosinus 90 çıxaq da birinci rüb müsbət oldu. 4 alfa çıxaq 9 beta. Məxrəcdə də yenə kosinus 4 alfa çıxaq 9 betadır. Onlar dixsal getdi. Cavab qaldı 92'də 1. 93-cü sonuncu sualı yazaq uşaqlar. Deməli deyir alfa, beta, gamma üç bucağın daxili bucaqları olarsa bu verilmiş ifadəni sadələşdirin. Verilmiş ifadənin məxrəcinə baxırsınız. Alfa plus beta bölə 2, beta plus gamma bölə 2 bucaqlarıdır. Gəlin biz buradan yazaq alfa plus beta plus gamma bərabərdir 180.
Buradan alfa plus beta cəmini tapaq. 180 çıx qamma. Bir də uşaqlar, beta plus qamma cəmini tapaq. Bu da olsun 180 çıx alfa. Bizə bunların 2-yə bölünməsi lazımdır. Onda 2-yə bölək. Alfa plus betanı 2-yə bölsəm, onda 180 çıx qammanı da 2-yə bölməliyəm. O da olur alfa plus beta bölü 2, 90 çıxaq qamma bölü 2. İkinci ifadədə beta plus qammanı 2-yə bölsəm, onda 180 çıxaq alfanı da 2-yə bölməliyəm. O da olur beta plus qamma bölü 2 bərabərdir 90 çıxaq alfa bölü 2. İndi əvəz etmə ilə yerinə yazsaq, sürətdə olur sinus kvadratı qamma bölü 2. Məxrəcdə olur kosinus kvadratı alfa plus beta bölü 2'nin yerinə yazıram 90 çıxaq qamma bölü 2. Üstə gələk. Yenə sürətdə qalsın kosinus kvadratı alfa bölü 2. Məxrəcdə sinus kvadratı beta üstə gələk qamma bölü 2. Yəni 90 çıxaq qamma bölü 2. Qamma yox, alfa bölü 2. Biz burada alfadır. Alfa bölü 2. Aha. O da bərabərdir. Sadələşdirirəm. Sürətdə oldu sinus kvadratı qamma bölü 2 qaldı. Məxrəcdə 90'da adlar dəyişdi. Oldu sinus kvadratı qamma bölü 2. Üstə gələk. Sürətdə kosinus kvadratı alfa bölü 2 qaldı. Məxrəcdə ad dəyişdi. Oldu kosinus kvadratı alfa bölü 2. Bunlar da ixtisar getdi. Özlüyündə qaldı 1 üstə gəl 1 oldu 2. Deməli bu 93-cü sonuncu sualdır. Sağ olun, salamat qalın.